var. Varikoseli olmamaq üçün ya bunun qarşısını heç olmasa ən azı prosesi dayandırmaq üçün mən buradan insanlara məsləhət görürəm. Əlbəttə bu belində yırtığı olan adamlara ya qarnında qasıq yırtığı olan adamlara aid deyil. Köpək yırtığı, qasıq yırtığı, belində yırtığı olan, onurğa yırtığı olan adamlara bu dediyim şey aid deyil. Ən yaxşı hərəkət varikoselisi olan adam üçün tərsinə presdir. Yəni uzanırsınız bəlkə yerə və ayaqlarınızı qaldırırsınız. Belə pres eləmirsən, bunu eləmək olmaz. Varikoselisi olan adamlara müəyyən qadağalar var. Buradan hamısını deyirəm. Yəni bunlar nədir? Birincisi, beli kəmərlə sıxmaq məsləhət deyil. Yəni bunu yaxşı olar ki, aşırma şəklində, rusca patyaşka deyirlər. Aşırma şəklində yəni şalvarı saxlamaq üçün istifadə edəsiniz və yaxud belinizə kəmər bağlayırsınızsa, kəmərin materialını rezin təhər olan materialdan götürün. Yəni dəri kəmərdən istifadə eləməyin. Daha yaxşı olar ki, aşırmadan istifadə edəsiniz. Bu birinci. Yəni sıxmaq olmaz qarını. Qarını sıxanda aşağıdan qarın boşluğuna getməsi daha da çətinləşir. Sonra həmən şəxs çalışmalıdır ki, çox qarın piyləri çox olmasın. Qarının yekə olmağı, piyli olmağı özü də xayalardan qarın boşluğuna daxil olmasına mane olur. Sonra çox oturmaq, uzun müddət ayaq üstə bir yerdə dayanmaq məsləhət deyil, varikoselisi olan adamlar üçün. Bunlar daima hərəkət eləməlidirlər, hərəkətdə olmalıdırlar ki, yəni bu sonra ağır şey qaldırmaq olmaz, yəni İdman hərəkətlərində də ehtiyatlı olmaq lazımdır. Ştanqadan istifadə eləmək olmaz. Müəyyən bu qadağalar var varikoselisi olan adamlar üçün. Hətta əməliyyatı keçmiş adamlar da ehtiyatlı olmalıdır. Yəni heç bir əməliyyat, heç bir müalicə varikoselidə sizə garantiya vermir ki, o bir də əmələ gəlməyəcək. Yəni əmələ gələ bilən bir şeydir. Onu heç kim qabağına ala bilməz. Heç bir əməliyyatla, heç bir müalicə ilə bunun qarşısını tam, yəni bir də qayıtmayacaq, belə söhbət yoxdur. Ona görə sizin vəzifəniz nədir, varikoselisi olan insan? Ya müalicə olundun, ya əməliyyat olundun, vəziyyət yaxşılaşdı mı? Bundan sonra bunu özün qorumalısan. Çalışmalısan ki, bu varikoseli bir də təkrar olunmasın. Yəni dəfələrlə belə insanlarla rastlaşmışam, ona görə deyirəm. Yəni ikinci dəfə, üçüncü dəfə